Hamınızı salamlayıram. Bugün bir rəqəmli oğlan uşağı üçün tort bəzəyəcəm. Bunun üçün mənə biskvit artıq bişirmişəm. Reseptinə klassik biskvit nömrə 1 videosuna baxa bilərsiniz. Deməli, yağlı ağlı krem, onun da videosu var, baxa bilərsiniz. Şərbətimi hazırlamışam və mastikalar. Deməli, bu mastika marshmallowdandır. Bu birisi mastikalar isə jelatinli əlavələrlədir. Onların da videoları var. İlk öncə nə edirik? İlk öncə biskvitimizi ortadan ayıracağıq və şərbətləyəcəyik. Demək, biskvitimizi məsrafsız kəsmək üçün elə eləyəcəm ki, lişni tort qalmasın, hamısı, bütün biskvit torta getsin. Demək, biskviti podstavkanın qırağına çəkirik, onca ki, kəsəcəyik, tortu yığırıq. Onu da deyim ki, bizdə gecə saat 1-dir, ona görə özüm çəkirəm, yəni uşaqlar yatıbdır, bir əllə rahat deyil, üzürü sayın, keyfiyyətsiz də alınıb biraz. Demək, tortumuzu yığırıq, ortasını kremlədikdən sonra kəsəcəyik. Tortumuzu yığdıq. İndi sizə aydın olsun deyən kağızda göstərəcəm nətər kəsəcəyimi. Yəni, artıq yazdım. Bax, bu hissəni kəsəcəyik. Buradan düz xətt kəsəcəyik. Və bu ikinci xəttdən kəsəcəyik. Birinci xətti səhv çəkmişəm. Demək, bunu sizə göstərmək üçün kağızda elədim. Biraz videonu tezləşdirmişəm. Ona görə ki, çox uzun olmağını istəmirəm. Artıq kəsməyə başlayaq. Əslində, bu kəsdiyimiz hissəni işlətməyə də bilərik tort üçün. Amma mən yenə də işlədəcəm. Bir əllə çox rahat deyil kəsmək, amma çalışıram ki, sizə göstərə çəkim. Burasını kəsirəm ki, düz olsun, nətər deyirlər, ostri uğulu olsun da, yəni biraz əyri oldu, düzəldərəm. Kəsdiyimiz hissələri lazım ola bilər. Ona görə demək, bu hissəni indi qoyacaq buradan. Qoydum, gördüyünüz kimi. Baxın, bura qoydum və bura əlavələr qoymuşam. Buradan kəsmişəm bu tortlardan. Baxın, elə çox gürdü, artıq qalmadı. Bu da bir plusdur. İndi yenə tortumuzu demək, şərbətləyib kremləyirik. Onu da deyim ki, əgər tortu mastika ilə örtəsinizsə, demək, kremini çox səliqəli yaxmaq lazımdır. Ona görə ki, mastika bütün əyriləri bildirir. Mastikadan bütün əyrilər ya nə bilim, nə varsa hamısı bilinir. Artıq tortumuz mastika ilə örtülməyə hazırdır. Qıraqlarını da təmizlədim yaş salfetka ilə. İndi başlayırıq mastikamızı yaymağa. Bunun üçün mən marshmallowdan hazırladığım mastika işlədəcəm. Mastikanı biraz artıq yaymaq lazımdır ki, tortun qıraqlarına da çatsın. Demək, yenə bir əllə narahatdır. Demək, mastikanı elə qoymaq lazımdır ki, tortun bütün qıraqlarına bəs eləsin. Baxın, məndə burada çatmadı.
Yəni krem görünür. Ona görə götürüb təzədən qoyacağam mastikanı. Aha, indi uçucukla onları üstünü düz eləyirik, səthini. Ondan sonra siz məsləhət görürəm ki, birinci künclərini düzəldəsiniz. Baxın, birinci buradan başlamaq lazımdır. Və mastikanı qabağa təlyə-təlyə eləyəcəm ki, bu birin qabağına mastika çatsın da, yəni nətər deyim, bu hissəyə mastikanı rahatlıqla bəs eləsin. Ehtiyatlı olmaq lazımdır, çünki mastika dartılıb cırıla da bilər. Baxın, burada biraz barmağım ilişir və buranı cırır, mastika cırılır burada. Amma qoy göstərim. Amma ziyanı yoxdur, biz onu yenə, hər şeyə bir çıxış yolu var, biz onu dekorla bağlayarıq. Demək, mastikanın üstünü araqla örtmək üçün sizə məsləhət görürəm, təzə yuyulub sıxılmış maçalka işlədəsiniz. Kistiçka ilə heç cürə rahat döyülür, izləri qalır, pis-pis. Maçalkanı arağa batırıb sıxırıq, çünki çox olanda pis görünür, axır qıraqlarından eybəcər olur. Aha, gördüyünüz kimi tortumuz artıq hazırdır, üstünün bir dənə bəzəkləri qalıbdır. İndi sizə biraz tortun bəzəyindən danışmaq istəyirəm. Demək, mən burada pinetkalar düzəltmişəm, amma bunu bir gün əvvəlcədən düzəltdim. Onun da videosu var kanalımda. Baxın, artıq quruyubdur. Özüm qalın edirəm ki, onda formasını yaxşı tutur. Demək, bunlar hazırdır. Sizə isə uşağı nətər düzəldilər, onu göstərim. Belə bir moldum var. Bunun içini kraxmallayırıq. Çox qəşəng kraxmallayırıq ki, mastika içində aralansın, yapışıb qalmasın. Və mastikanın düz səthini, yəni qırışsız olan bir hissəsi yerini salırıq onun içinə. Üstündən yaxşı basırıq ki, bütün deşikləri doldursun mastika və bunun üstünü indi bıçaqla kəsəcəyik. Yəni düz olmalıdır. Yenə bir əllə mənə narahatdır. Sadəcə sizə göstərmək istəyirəm nətər olur. Baxın, belə kəsirik. Aha, artıq kəsdim və marazilkaya qoyuruq. Çünki marazilkaya qoyanda onu əzmədən çıxarda bilərik. Ona kimi başqa bəzəkləri hazırlayaq. Baxın, burada metrə olacaqdır. Qalıboy rəhti götürdüm. Metrə üçün uzun kalbaska düzəltdim və onu yaydım oxlovla. İndi düz kəsirəm qıraqlarını. Demək, biz bura uşağın rostunu yazacağıq. Yəni doğulanda neçə santimetr olubdur. İndi Moskvada bu moddadır, Azərbaycan deyəmirəm. Yəni tortun üstünə uşağın çəkisini yazırlar, ölçüsünü yazırlar, nə bilim, saatını yazırlar. İndi biz olan hamısını bu tortda eləyəcəyik. Demək, belə paloska düzəltdikdən sonra onu bururuq və adi metrəyə oxşadırıq. Ki, bura uşağın santimetrini yazaq, doğulanda neçə santim olubdur. Aha, bu hazırdır. Qoyuram hazırladıqlarımı boş qaba. İndi bu artıqları yığıram və ondan saat düzəldəcəm. Çalışıram 4 bucaqlı eləyim, rovnoy olsun, düz olsun. Və onu saat kimi düzəldəcəm və ora uşağın doğulduğu saatı yazırıq. Bilmirəm Azərbaycanda necədir. Burada bunların hamısı qeyd olunur. Yəni Moskvada neçə kilo doğulub, neçə santim olubdur, neçə saat neçədə olubdur. Bunların hamısı qeydə alınır. Demək, belə 4 bucaqlı düzəldirik və üstünə 2 dənə knopka kimi qoyacam. Güya saatdır. Aha. Və çəkisini yazmaq üçün yenə düzəldəcəm. Düzdür, onu bilirəm ki, onu pəhləvanlar bizdə işlədir, amma adı nədir bilmirəm həqqi. Onu da düzəldəcəm. Bunu mən knopka kimi eləmək istəyirəm.
Yox, biri yek oldu. Deməli, mastikadan uşağı qoymaq üçün gül düzəldəcəm. Belə bir nasatkam var. Bu artığı tullamırıq. Oradan hərflərlə adını yazacağam uşağın. Kistочкanın arxa tərəfi ilə, ucu ilə birinci kraxmallayaq stolu ki, yapışmasın. Baxın, ucu ilə eləmək lazımdır. Mən hərdən kameraya baxıram deyən səhv edirəm. Əslində ucu ilə eləsək istədiyimiz rezultatı ala bilərik. Getdi. Yox, ucu lazımdır. Aha. Beləncə hər ləçəyi eləyirik və gül formasını əldə edəcəyik. Demək, bunu da hazırladıqdan sonra uşağı molddan çıxardacağıq, mastikadan olan uşağı molddan çıxardacağıq və bu gülün üstünə qoyacağıq. Yəni deməyim odur ki, artıq tortdan olan bütün tort üçün olan bütün bəzəklərimiz hazırdır. Yerdə qalan kəsdiyim mastikadan indi hərflərlə adını yazacağam uşağın və ulduzlar eləyəcəm o lazımsız qırıq yerləri örtmək üçün. Aha, artıq biraz dondurduq. Baxın, əlimlə göstərmək istəyirəm. Bir əllə yenə alınmır. Baxın, əzilmir. Moldu belə əyib rahat çıxartmaq olur. Demək, uşağı çıxartdıq. Baxın, necə gözəldir. Bunu da qoyacaq ləçəyin üstünə, beləncə torta. Buradan da hərfləri götürüm, adını yazım. Uşağın və ulduzlar elədim. Baxın, demək, harada ki barmağımla cırmışdım mastikanı, ora ulduzlar yapışdıracağım. Bu da mənim ekstruderimdir. Bunu mən AliExpress-dən almışam, Kitaydan gətirirlər. Demək, mastikanı əlimizdə oynadırıq ki, yumşalsın. Sonra onu onun içinə akuratla qoyuruq və bunun çoxlu nasatkaları var. Mən 3 güşəli kruq nasatkasını seçdim. Bunu bura qoyuram. Yenə bir əllə çox narahatdır. Demək, nasatkanı görürsünüz, stolun üstünə düşübdür. Göstərim. Aha. Demək, bunu nə edirəm? Bunu tortun qırağını bəzəmək üçün kant düzəldəcəm. Baxın, beləncə 3 güşəli kruqdur. Demək, bunu belə fırrada yapışdıracağım tortun qırağına. Tortumuzu artıq bəzədim və hamısının kraxmalını təmizlədim, araqladım. Baxın, beləncə alındı. Kantı da göstərim sizə. Bütün qırağına kant eləmişəm. Burada daha gözəl görünür. Baxın, necə səliqəlidir. Hamısı eyni boyda. Çox gözəl. Buyurun, rəylərinizi yazın mənə. Nə xoşunuza gəldi, nə gəlmədi. Bizimlə qalın, hələlik.